gecə saat 1-2-yə işləmiş belə bir radədə qarşıdan gələn yük avtomobili ilə toqquşub. Şabranda ağır yol qəzası baş verib. Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində Vətən müharibəsi qazisi 23 yaşlı Akif Zeynalzadə və onun hamilə həyat yoldaşı Dinara Zeynalzadə həyatını itirib. Qaynatası ilə gəzməyə getmişdilər. Qaynatası təhdid edilib, gecə qalın, nəyəsə qalmayıblar. Uşağı saxlayıblar. Bunlar ikisi də yoldaşı ilə birlikdə yola düzəliblər. Gəlib Şabranda idarə etməyi itirib, qarşıdan gələn maşınla toqquşublar və hər ikisi həlak olub. Yoldaşı da hamilə idi. Bir dənə nişanə qızı var. Özü 2-ci Vətən müharibəsinin əliliydi, 1-ci qrup. Bir neçə orden medallarla təltif olunmuşdu. Hətta ona böyük dövlətin dəstəyi var idi, qayğısı var idi, evlə təmin etmişdi, maşınla təmin etmişdi. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyidi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən 122-ci kilometrində Şamaxı rayon sakini 1989-cu il təvəllüdlü Əsgərov Elbəyin idarə etdiyi Renault markalı avtomobil, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Zeynalzadə Akifin idarə etdiyi Xəzər markalı avtomobillər toqquşmuşdur. Nəticədə Akif Zeynalzadə və sərnişini Dinara Zeynalzadə hadisə yerində vəfat etmişdir. Qeyd edək ki, cütlük Bakının Hövsan qəsəbəsində yaşayırmış. Akif Zeynalzadə Sabirabadın Ulacalı kəndində, Dinara Zeynalzadə isə Xaçmazın Tel kəndində dəfn olunub.